Salam əziz şagirdlər. Bugünkü dərsimizdə mövzu sınaq 2-nin suallarını nəzərdən keçirəcəyik inşallah. İlk sual Tunc dövrünə aid deyil. Buradakı hadisələrdən biri Tunc dövrünə aid deyil. Nədir bu? Bu B cavabıdır. Belə ki, insanlar əkinçilə məşğul olmağa başlayıb daş dövründə. Ona görə bunu götürmək lazımdır. Yəni bu Tunc dövrünə aid deyil. Digər hadisələr deməli Tunc dövründə baş verib. Bilirik ki, xış əkinçiliyi Tunc dövründə xış ixtira edilib. Dolayısıyla bunun sayəsində əkin sahələri genişlənib. İnsanlar həm də üzümçülük, bağçılıq, bostançılıq kimi yeni təsərrüfat sahələri ilə məşğul olub və tunc özü metal olduğuna görə də metaldan əmək alətləri hazırlanıb. Doğru cavab B-dir burada. İkinci sualda Albaniyaya aiddir. Qədim dövrdə Albaniya dövlətinə aid olmayan ifadəni müəyyən edək. Qədim dövrdə Albaniya Roma ilə mübarizə aparıb, İberiya ilə həmsərhəd olub, əhalisi yerli pullardan istifadə edib. Bunu Şamaxı və Qəbələ qazıntıları bunu isbat edir. Və Qəbələ şəhəri paytaxt olub, bəli, ilk paytaxtı zaten Qəbələdir. Albaniyada eradan əvvəl 4-cü əsrdə yarandığına görə bu da cavab deyil, doğru cavab C-dir. Belə ki, ərəb xilafətindən sala düşməsi, biz demək bilirik ki, Albaniya dövləti 8-ci əsrdə varlığına son qoyulub ərəb xilafət tərəfindən və eyni zamanda Babək mövzusundan bilirik ki, artıq Albaniya, o cümlədən Azərbaycan, o cümlədən Albaniya 7-ci əsrdə ərəblərin ilk hücumlarına məruz qalıb. Yəni, belə baxsaq, 7-ci əsrdən etibarən Azərbaycana hücum edən ərəblər ən nəhayət Albaniyanı asala salır və varlığına son qoyur 8-ci əsrdə və ümumiyyətlə 7-8-ci əsr hadisəsi olduğuna görə biz bunu orta əsrlər kimi götürürük və bu qədim dövrdə Albaniyaya aid olmur avtomatik olaraq, ona görə də doğru cavab C-dir. Sonra 3-cü sual, birinci minilliyin sonları nəzərdə tutur. Bu demək 9-10-cu əsrlər deməkdir. Təbii ki, bizim eramız nəzərdə tutulur. Manna dövləti eradan əvvəl olduğuna görə olmaz. Atropaten dövləti də eradan əvvəl 4-cü əsrdə süqut edib, bu da olmaz. Makedon İskəndər şərqə yürüşü, bu da eradan əvvəl 4-cü əsrdir. Yəni eradan əvvəl 1-ci minillikdə, ona görə olmaz. Bizdən 1-ci minillik soruşulur, ona görə də qalır 2 cavab, dövlətçi kəndlərimizin bərpa edilməsi, bir də Babək. Babəki də götürmək olardı, amma Babəkdə görürsünüz, burada belə bir ifadə var. Babək öz dövlətinin müstəqilliyi, yəni Babəkimiz bilirik ki, dövləti olmayıb, ona görə də bu cavabı da götürmək olmaz. Dövlətçi kəndlərimizin bərpa edilməsi, bəli. Söhbət nədən gedir? Şirvanşahlar və Sacilər kimi dövlətlərimizin yaranması ilə 9-cu əsrdə, bu da 1-ci minilliyin sonları ilə dövlətçi kəndlərimiz bərpa edilmişdir. Deməli, 4-cü sual, sxemi tamamlamaq lazımdır. Sxemdə Şirvanşahlar dövləti verilib və bir xanası boş buraxılıb. Orada deyilir ki, Atabəylərdən asal olub, hala düşüb, orta əsrlərdə süquta uğrayıb, doğrudur. Elə orta əsrlərdə yaranıb. Cavablara baxırıq, qədim dövrdə Azərbaycan şimalda yaranıb, xeyr, orta əsrdə yaranıb, olmaz. Paytaxtı Kürd çayından cənubda idi, bu da olmaz. Paytaxtı Şamaxıdır, bildiyimiz xəritələrdə biz görürük ki, paytaxtı Şamaxıdır. Ümumiyyətlə, Şirvanşahlar Kürddən şimalda yaranıb, paytaxt şəhərləri də elə Kürddən şimalda yerləşirdi, ona görə də olmaz. C cavabı Ağqoyunlu dövləti ilə dost və müttəfiq olmuşdur. Bəli, bu doğru cavabdır. Biz Səfəvilər mövzusundan bilirik ki, Ağqoyunlarla Şirvanşahlar birgə hərəkət etmişdir Səfəvlərə qarşı mübarizədə. Oradan da anlayırıq ki, bu iki dövlət dost və müttəfiq olublar sonuna qədər, belə deyək, Ağqoyunlu dövləti süqut edənə qədər. Azərbaycan torpaqlarının ilk dəfə vahid dövlət tərkibində birləşdirilməsi, bu da yanlışdır. Çünki biz bilirik ki, bu xüsusiyyət Səlcuqlar dövlətinə aiddir. Məhz Səlcuqlar dövləti ilk dəfə Azərbaycanı vahid dövlət tərkibində birləşdirmişdir, bu da olmaz. Və hökmdarı Sultan titulu daşıyır, bu da yanlışdır. Çünki dövlətin adından da bilinir ki, hiss olunur ki və bilməliyik ki, bu dövləti idarə edən şah titulu daşıyan hökmdarlar olub. Şirvanşahlar deyirik ağzımızda, ona görə də cavab C-dir. Deməli, 5-ci sual Səfəvilər dövlətinə aid deyil. Deməli, Qızılbaşların Çaldıran döyüşünə məğlub olması, bəli, bu baş vermiş hadisədir, bu daimi cavab deyil. Sonra Qaraqoyunlu dövləti ilə mübarizənin aparılması, bu səhv cavabdır. Yəni ki, bu Səfəvilər dövlətinə aid deyil, ona görə də elə doğru cavab B-dir. Nəyə görə? Çünki burada Səfəvilər dövləti deyir. Biz bilirik ki, Səfəvilər dövləti 16-cı əsrdə yaranıb, Qaraqoyunlu dövləti isə 15-ci əsrin ikinci yarısında artıq süqut edib, ona görə də bu dövlətlər eyni anda mövcud olmayıb. Ona görə də təbii ki, bu olmaz. Əgər olsaydı Səfəvilərə aid, məsələn, Səfəvilərlə bağlı olsaydı, Səfəvilərlə Qaraqoyunlu dövləti mübarizə aparıb demək olar. Amma Səfəvilər dövləti olduğuna görə bu olmaz. Ona görə də burada doğru cavab B-dir.
Və digər cavablar da təbii ki, Səfəvilərə aiddir. Bir də onlara da baxaq. Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırıb, doğrudur. Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirib, doğrudur. Və 16-cı əsrin 2-ci 10 ilində Şah İsmayıl tərəfindən idarə olunub. Biz bilirik ki, Çaldıran döyüşü 1514-cü ildə olub və bu da 16-cı əsrin 2-ci 10 illiyi eləyir. Deməli, hakimiyyətdə Şah İsmayıl olub. Ona görə də bu da Səfəvilər dövlətinə aiddir və bir daha deyək, burada doğru cavab B-dir. Yəni, B cavabı Səfəvilər dövlətinə aid deyil. 6 sayılı sual deməli Manna dövlətinə aiddir. Burada deməli deyilir ki, Manna dövləti eradan əvvəl 1-ci min sonlarında yaranıb. Xeyr, deməli 1-ci minin əvvəllərində yaranıb. Dövlətin adı şimalda yox, cənubda yaşayan tayfadan götürülüb, səhvdir. İranzun zamanında İzirdu paytaxtçı ola bilməz, çünki İranzu ilk hökmdar deyil və daha sonra Makedoniya İskəndərin üzrə məruz qalmış deyə cavabı. Bu da yanlışdır, çünki İskəndər eradan əvvəl 4-cü əsrdir, Manna isə eradan əvvəl 6-cı əsrdə süqut edib. Arada 2 əsr fərq var, ola bilməz və nəhayət doğru cavab deyilir. Bəli, biz xəritədə də baxsaq, xəritəni də sizə göstərəcəm. Deməli, Manna dövlətinin xəritəsinə baxsaq, orada daha aydın şəkildə görəcəyik ki, deməli, Manna hansı dövlətlərlə həmsərhəd olub. Buyurun, bu Manna mövzusu. Bəli, Mannanın ərazisinə baxırıq xəritədə və burada görürük ki, bəli, baxın, Manna ərazisi düzdür və Mannanın həmsərhəd olduğu dövlətlərə baxırıq. Burada Urartunu görürük, burada Aşşur dövlətini görürük, burada da görürsünüz Midiya dövlətini görürük. Deməli, Midiya ilə Manna bir müddət həmsərhəd olmuş dövlətlər olurlar. Ona görə də cavab, dediyim kimi, cavab nə idi burada? Bəli, D cavabıdır. D. Davam eləyək. Deməli, 7-ci sualımıza keçək. 7-ci sual uyğunluq pozulmuşdur. Uyğunluq pozulmuşdur. Bəli, deməli, oxuyuruq burada cavabları. Böyük Səlcuq imperiyası zəifləyərək sultanları və atabəylərə parçalamışdı. Bəli, burada uyğunluq pozulmayıb. Bunu götürmək olmaz. Atabəylər Səlcuqlu şahzadələrin tərbiyəçiləri sayılırdı. Bu da doğru cavabdır. Yəni, uyğundur. Bizdə anma uyğunluğu pozulmuşdur soruşur. Yalnız xüsusi istedad olan şəxslər atabey vəzifəsinə təyin edildi. Bu da doğru ifadədir. D cavabı doğru cavabdır. Çünki burada yanlış var. Uyğunluq burada pozulub. Belə ki, burada yazılır ki, Səlcuq şahzadəsi Arslan Şahın öz atabəyinə Arranın idarəsini verilməsi nəticəsində Eldənizlər dövləti yaranıb. Xeyr. Biz bilirik ki, Eldənizlər mövzusundan Arslan Şahın atası öləndən sonra onun qardaşı sultan olur. Hələ Arslan Şah o vaxt yenə də şahzadə idi və o ölmüş sultanın qardaşı deməli Eldənizə Arrana hakim təyin edir. Sonra Eldəniz dövlət yaradır və dövlət yaradandan bir xeyli sonra o Arslan Şahı Y cavabında deyildiyi kimi Eldəniz Atabəy olandan sonra Atabəy olduğu şahzadəni, yəni Arslan Şahı sonradan sultan taxtına çıxardır. Yəni Eldənizlər dövlətini, öz dövlətini Eldəniz daha öncədən yaradır. Ona görə də burada doğru cavab deyilir. Davam eləyək. Deməli, ərəblərin hakimiyyət dövrü Azərbaycan tarixinə aid. Ərəblərin hakimiyyət dövrü uşaqlar 7, 8, 9-cu əsrləri əhatə eləyir. Deməli, ona görə də diqqətlə baxmalıyıq burada cavaba. Deməli, cavablara A cavabını Yusif Sacıoğlu başçılığı ilə yeni bir dövlətin yaranması. Yusif Sacıoğlu, Sacıoğlular dövlətinin qurucusu deyil. Biz bunu yaxşı bilməliyik və bunu demişik biz sizə. O dövlətin ən məşhur hökmdarıdır, olmaz. Və artıq eyni zamanda Sazilər dövləti yaranıbsa, artıq ərəblərin hakimiyyətinə son qoyulub Azərbaycanda deməkdir. Ümumiyyətlə uyğunsuzdur. Azərbaycan torpaqlarının ilk dəfə yad dillərinə asılı düşməsi bu da səhvdir. Çünki Azərbaycan torpaqları ilk dəfə eramızdan əvvəl artıq dəfələrlə yad dillə asılına düşmüşdür. Ərəblərdən öncə də bu hadisə baş verib. Yad dilli əsarətinə qarşı xalq hərəkatının baş verməsi, bəli, bu doğru cavab budur. Söhbət burada Xürrəmlər və Babəşdən gedir və nəticə etibarilə bu hadisələr ərəblərin hakimiyyət dövründə baş verdiyinə görə C-ni götürməliyik. Azərbaycanda türk dilinin ortaq ünsiyyət vasitəsinin çevrilməsi bu da yanlışdır. Çünki bu Səlcuqların dövründə baş verib. Yəni 11-12-ci əsrlərdə Təbriz şəhərinin paytaxta çevrilməsi xeyr. Ərəblərin əsarət dövründə zaten Azərbaycanda müstəqil dövlət yox idi. Daha doğrusu biri var idi, Albaniya, o da süqut uğradılır. Onun da paytaxtı öncə Qəbələ, sonra Bərdə olub və başqa bir dövlət olmadığına görə də ümumiyyətlə Təbrizin o dövrdə paytaxt olma ehtimalı da yoxdur. Təbriz daha sonraki dövrlərdə, yəni 10-cu əsrdən sonra paytaxt şəhərə çevrilmişdi. Doğru cavab burada C olur. Deməli, 9 sayılı sual. Burada 15-ci əsr Azərbaycan tarixinə aid hadisəni soruşur, hadisələri soruşur daha doğrusu. Burada ən az 2 dənə doğru hadisə olmalıdır.
deməli düzgün cavabları tapmaq üçün gəlin hadisələrə bir baxaq. Azərbaycan torpaqlarının ilk dəfə vahid dövlət tərkibində olması bu yanlışdır. Çünki bu Sacilər dövründə olub, yəni 9-10-10-cu əsrlərdə olub. Belə deyək, ona görə olmaz. Ağqoyunlu dövlətin süquta uğraması bu 16-cı əsrdir. Sonra Uzun Həsənin quruculuq və abadlıq işləri məşğul olması. Bəli, Uzun Həsən nə edibsə, dediyimiz kimi həmişə 15-ci əsrdə edib, 15-ci əsrin hətta ikinci yarısında. Səfəvi Osmanlı müharibələrin başlaması Çaldıranla başlayır. Çaldıran döyüşü də bilir 2514-cü ildir, o da il 16-cı əsr və müsəlmanların müqəddəs kitabı, yəni Qurani Kərimin türk dilinə tərcümə edilməsi, biz bunu Qara Yusif mövzusunda görmüşük. O da Qara Yusifin elədiklərini də biz 15-ci əsr kimi nəzərdə tutsaq, demək burada doğru cavab 3 və 5 olur. 10-cu sual, deməli, mətnə əsasən, mətndə bəhs olunan dövlətdən fərqli olaraq Sacilər dövləti. Mətni oxuyuruq, siyasi sabitlik, iqtisadiyyatın yüksəlişinə səbəb oldu, ölkədə mədəniyyət inkişaf etdi, dahi şair Nizami Gəncəvinin yaradıcılığının xeyli hissəsi bu dövlətin dövrünə təsadüf edir. Mətni oxuyanda anlayırıq ki, söhbət burada Eldənzilər dövlətindən gedir. Deməli, biz Eldənzilərdən fərqli olaraq Sacilər dövlətinə aid olan xüsusiyyəti tapmalıyıq. A-da deyir, Ərəb xilafətinin süqutu nəticəsində yaranmışdı. Xeyr. Biz bilirik ki, məsələn, Sacilər dövləti və ya Şirvanşahlar dövləti, bunlar xilafətin süqutu yox, zəifləməsi nəticəsində yaranıb, ifadə yanlışdır. Şirvanşahlar dövlətini nasıl hala salmışdı? Hər ikisi hasıl hala salmışdı, bu oxşarlıqdır. Bütün Azərbaycanı vahid dövlət halını birləşdirmişdi, bu da oxşarlıqdır. Kürd çayından şimaldakı torpaqlarda yaranmışdı. Biz bilirik ki, Sacilər Arazdan cənubda yaranıb, Eldənzilər isə Kürdən cənubda yaranıb. Ona görə də, yəni Kürdlə Araz çayı arasında yaranıb, ona görə də bu heç birinə aid ifadə, yəni heç birinə aid eləmək olmaz. Bu da səhvdir və dolayısıyla doğru cavab Y-dir. Çünki bəli, biz bilirik ki, Sacilər dövləti yarandıqdan sonra bir müddət xilafətə xərac ödəyib və Yusif Sacıoğlu da məhz həmin xəracı verməyi dayandırmışdı. Sonra da bilirik ki, buna görə də Ərəb xəlifəsi ilə dəfələrlə müharibə və mübarizə aparmışdı. Cavab Y-dir. Davam edirik. 11-ci sual. 11-ci sual deyir ki, Xürrəmlər hərəkatı, demək, xronoloji müəyyən etmək lazımdır. Burada Xürrəmlər hərəkatının yatırılması, xilafətin Azərbaycan iş hücumları və Şirvanşahların paytaxtının Şamaxı olmasından danışılır. Burada təbii ki, ardıcıllıq birinci biz xilafətin iş hücumlarını götürməliyik. Bu 7-ci əsrdə baş verib və sonra Xürrəmlər hərəkatı yatırılıb 9-cu əsrdə və Xürrəmlər hərəkatı yatırılandan sonra xilafət zəifləməlidir və Şirvanşahlar yaranmalıdır 9-cu əsrin ikinci yarısındakı, ona görə ikinci yarısında yaranmalıdır ki, ondan sonra da onun paytaxtı dəyişib Şamaxı olsun. Ona görə də burada cavab 2-1-3-dür, yəni B cavabıdır. 12-ci sual, Eldənzilər Şirvanşahlar dövlətlərinə aid oxşarlıq hər ikisi Azərbaycanın cənubunda yaranmışdı. Səhvdir, hər ikisi Azərbaycanın şimal torpaqlarında yaranıb. Eramızın əvvəllərində xeyr, heç bir eramızın əvvəllərində yaranmayıb. Eramızın əvvəlləri 1-ci, 3-cü əsrlər, 1-2, 3-cü əsrlər nəzərdə tutulur. Xeyr, heç birinə aid deyil. Bir müddət Dərbəndə sahib olub, bəli, bu doğru cavabdır. Bilirik ki, hər ikisi Dərbəndə sahib olub. Zaten Şirvanşahlar Dərbəndlə Kürd arasında yaranmış dövlətdir. Dərbənd özünə tabe edib. Eldənizlərdə də öyrənmişik ki, deyir ki, Eldənizlər həm Azərbaycanı birləşdirib, o cümlədən Dərbəndə də demək ki, sahib olub, həm də deyir ki, Dərbənddən İran körfəzinə qədər əhatə edirdi. Bu cümlələrdən də aydın olur ki, deməli, hər ikisi Dərbəndə sahib olmuşdur. Ərəb xilafətinin süqutu nəticəsində yaranıb. Bayaq da dediyimiz kimi, o doğru ifadə deyil, süqutu nəticəsində olmaz, zəifləməsi olmalıdır Şirvanşahlar. Eldənizlər ümumiyyətlə heç bir adiyyəti yoxdur. Əsasının Kürd çayından şimalda yaranması, bəli, Şirvanşahlara aid olsa da, bu Eldənizlərə aid deyil, Eldənizlər Kürddən cənubda yaranıb. Doğru cavab C olur. Sonra 13-cü suala baxırıq. Burada uyğunluq pozulmuşdur, yenə istəyir bizdən. A cavabında Eldənizlərin hökmdarı Qızıl Arslan'a aid Sultan titulu daşıması. Burada uyğunluq pozulmayıb. 15-ci əsrdə Azərbaycan iri sənətkar ticarət mərkəzi Təbriz şəhəri. Bu da doğrudur. Hətta bilirik ki, Təbriz Azərbaycan taxtı adlandırılırdı və onun uğrunda bir çox dövlətlərin mübarizə və müharibə aparırdı. 12-ci əsrdə paytaxt şəhərə çevrildi Naxçıvan. Bəli, Eldənizlərin paytaxtına çevrildi. Şirvanşahlar dövlətinə tabe etmişdi həm Sacilər, həm Eldənizlər. Bu da doğru cavabdır. Hər iki dövlətimiz Azərbaycanı birləşdirib, həm də Şirvanşahları özlərinə tabe edib. Y cavabında orta əsrlər dövrünün əvvəllərində Azərbaycanda mövcud olmuşdur. Atabəylər dövləti yanlışdır. Uşaqlar orta əsrlərin əvvəlləri deyəndə 3-cü və yəni maksimum burada biz 3-cü, 4-cü, 5-ci, 6-cı əsr, 7-ci əsr hadisələrini götürmək olar. Hətta yəni əvvəllər deyəndə, çünki biz 3-cü əsrdən təxminən demək ki 18-ci əsrə qədər orta əsrlər hesab edirik və buradan da biz buradakı əsrləri götürüb onun əvvəllərini nəzərdə tutsaq, təxminən 3-cü, 7-ci əsrlər edir. Ona görə də orta əsrin əvvəlləri deyəndə, yəni maksimum 7-ci əsrə qədər götürmək olar. Və Atabəylər də bilirsiniz ki 12-ci əsrdə yaranıb, belə deyək, kobud şəkildə desək, orta əsrin ortalarında yaranıb, ona görə də doğru cavab Y-dir.
Demək 14-cü sual Eldənizlər və Səfəvilər dövlətinə aid oxşarlıq. Deməli, burada cavab Osmanlı dövlətinə qarşı mübarizə aparmaq yanlışdır. Çünki Eldənizlərin dövründə Osmanlı yox idi. İlk paytaxtların Təbriz olması bu da yanlışdır. Çünki Eldənizlərin ilk paytaxtı Naxçıvan olub. Ağqoyunlu dövlətinə qarşı mübarizə aparmaq bu da yanlışdır. Eldənizlərlə Ağqoyunlu dövlət bir-birini görməyib və Dərbənd şəhərinə sahib olmaq doğru cavab budur. Bəli, bildiyimiz kimi Eldənizlər və Səfəvilər Azərbaycanı birləşdirib, dolayısıyla Dərbəndə də sahib olublar mənasına gəlir. Araz çayının cənubda, Araz çayının şimaldakı torpaqlarda yaranması əsasının səhvdir. Niyə bu oxşarlıq deyil? Çünki Səfəvilər Arazdan cənubda yaranıb. Düzdür, Eldənizlər şimalda yaranıb. Bu nə deməkdir? Bu onlar arasındakı fərqdir. Bizdə isə oxşarlıq istəyir, ona görə bunda silirik. Beləliklə cavab deyilir. 15-ci suala gəlirik. 12-ci əsr Azərbaycan mədəniyyətinə aiddir. Burada mədəniyyətə xüsusi diqqət verməliyik. Naxçıvan Memarlıq Ali Məktəbinin əsası qoymuşdu. Bəli, bu Memar Əcəmi tərəfindən türk dili dövlət dili edilmişdi. Yanlışdır. Bu Səfəvlərin dövründə olub 16-cı əsr olmaz. Amma ünsiyyət dilinə çevrilmişdi. Burada da dövlət dili yazdığına görə səhvdir. Siyasi sabitlik nəticəsində əhalinin güzəranının yaxşılaşması. Bu da yanlışdır. Çünki bu iqtisadi bir məsələdir. İqtisadi məsələ olduğuna görə olmaz və Yusif İbn Küseyr türbəsinin inşa olunması bu da 12-ci əsrdə baş verib, mədəniyyətə aiddir. Ona görə də doğru cavab 1-4. Deməli, 16-cı sual daha sonra olmuşdur. Baxırıq burada Atabəy Eldənizlərinin hakim təyin edilməsi. Bu 1136-cı ildir. Yəni 12-ci əsr. İslam dini Azərbaycanda yayılması bu 7-ci əsrdən başlayır. Şirvanşahlar dövlətinin Eldənizlər dövlətinə asala düşməsi bu da 12-ci əsr və bu Eldəniz tərəfindən həyata keçirilib. Azərbaycan Böyük Səlcuq İmperiyasının tərkibinə daxil edilməsi bu 11-ci əsrdir. Qızıl Arslan Sultan titulu qəbul edilməsi bu da 12-ci əsrdir. Burada deməli 3 hadisə görürük biz. A və deməli C və Y. Bunlar zaten B və D-ni silirik. Burada bəs A, C, Y-ni necə müəyyən edirik? Çünki burada 2 hadisə Eldənizə aiddir. Eldəniz deməli ilk hökmdar olduğuna görə, amma Qızıl Arslanın evladı olduğuna görə, kiçik oğlu olduğuna görə təbii ki, Qızıl Arslanla bağlı olan hadisələr daha sonra olub. Ona görə də biz Y cavabını doğru cavab kimi götürməliyik. 17 sayılı sual. Burada deməli Azərbaycanın ərəblərin yürüşün ərəfəsindəki vəziyyətinə aiddir. Bildiyimiz kimi ərəfə nə deməkdir? Yəni ərəb yürüşündən biraz öncə baş vermiş hadisəni seçməliyik. Yəni baş vermiş hadisədən biraz öncəki, bir əvvəl, az bir müddətdə əvvəl olan hadisəni götürməliyik. Baxırıq burada cavablara. Torpaqlarının vahid müstəqil dövlət tərəfindən idarə olması. Xeyr. Azərbaycan ilk dəfə birləşdirilib sazilər tərəfindən, o da ərəblərdən sonra baş verib. Əhalinin əksəriyyəti müsəlman olması. Bu da olmaz. Təbii ki, yürüş ərəfəsində hələ biz İslamla tanış deyil idik. Yəni müsəlman yox idi Azərbaycanda. Babəkin rəhbərliyi ilə əhalinin vətənin azadlığına mübarizə aparması. Bu sonradan baş vermiş hadisədir, amma bizdən ərəfə istəyir. Və şimal torpaqlarında müstəqil dövlətin olması. Bu doğru cavabdır. Söhbət ondan gedir ki, bəli, ərəblərin yürüş ərəfəsində Azərbaycanın şimalında Albaniya dövləti var idi və 8-ci əsrdə ərəblər onu deməli süquta uğradıb. Bu nə deməkdir? Ərəblərin hücum ərəfəsində Azərbaycanın şimalında müstəqil bir Albaniya adında bir müstəqil dövlət var idi. Əhali arasında vahid dini inancı var idi. Xeyr, yox idi. Məhz ərəblərin yürüşündən sonra Azərbaycan əhalisinin böyük əksəriyyətində demək İslam dinini qəbul edərək vahid dinə inanc yarandı, yəni İslama. Yəni bu sonraki hadisədir. Ona görə də doğru cavab deyilir. Deməli 18-ci sual. Xürrəmlər hərəkatı nəticələri. Burada deməli biz üç nəticə bilirik ki, Xürrəmlər hərəkatı nəticələri 1. Xürrəmlər hərəkatı yatırıldı. Yatırılmasına baxmayaraq Ərəb xilafəti zəiflədi və Azərbaycan xilafətinin tabeliyindən çıxdı. Ona görə də cavab B-dir, 2-3. Baharlı dövlətinin deməli 19-cu sual. Baharlı dövlətinin paytaxtı müəyyən edin. Baharlı, yəni Qaraqoyunlu dövlətindən gedir söhbət və Qaraqoyunlu dövlətinin paytaxtı Təbrizdir. Təbriz də 5-də yerləşir. Ona görə də biz burada 5-i götürməliyik. Paytaxtı Təbriz olmuşdur. 5-də hansıdır burada? Cavabda deməli D. D cavabıdır. D-ni götürürük. 20-ci sual. 20-ci sualda Uzun Həsən Qızıl Arslandan fərqli olaraq deməli ölkənin inkişaf etməsinə çalışmışdı. Bu hər ikisinə aiddir. Orta əsrlər dövründə hakimiyyətdə olmuşdu. Hər ikisinə aiddir. Yeni dövlətin əsasını qoymuşdu. Doğru cavab budur. Bilirik ki, Uzun Həsən Ağqoyunlu dövlətinin qurucusudur. Qızıl Arslan isə deyil. Çünki Qızıl Arslan Eldənizlər dövlətinin hökmdarıdır. Eldənizlərin də qurucusu
Eldənizdir, Şəmsəddin Eldənizdir. Qızıl Arslan onun kiçik oğludur. Ona görə də bu bir fərqdir. Səfəvilər dövlətlə mübarizə aparmaq bu heç birinə aiddir. Aid hadisə deməli xüsusiyyət deyil və vahid dövlət tərkibində birləşdirmək. Bəli, Uzun Həsən Azərbaycanı birləşdirməyib, bunu da bilirik. Ona görə də doğru cavab C-dir. 21-ci sual, deməli, burada cədvəl verilib. Cədvəldə deyilir ki, deməli, biraz balacaladaq. Cədvəldə rənglənmiş yerlərə əsasən uyğunluğu müəyyən etmək lazımdır. İranzu və Atropatın yeni dövlətin əsasının qoyulması hadisəsi İranzu və Atropata hansına aiddir? Təbii ki, bu Atropata aiddir. Roma qoşunlarının məlumatə uğratması Atropatda da yoxdur, Yusif Sacıoğlu'nda da yoxdur. Sonra Azərbaycan torpaqlarını vahid halda birləşdirmək İranzuda yoxdur, Yusif Sacıoğlu eləyib. Eradan əvvəl 1-ci min birinci yarısında yaşayıb İranzu, Atropat ikinci yarısında yaşayıb olmaz və demək ərəblərə qarşı mübarizə aparmışdı. Atropat olmaz, təbii ki, Yusif Sacıoğlu aparmışdı. Ona görə də 2, 6, 7, 10 bu da B cavabı eləyir. Demək B cavabı eləyir. 22-ci sual. 22-ci sual. Baharlı və Bayandurlu dövlətinə aid oxşar cəhətləri müəyyən edin. Demək bu artıq açıq sualdır budur. Demək açıq suallarımızdandır. 15-ci əsrin ikinci yarısında mövcud olub. Bu doğrudur. Hər ikisi 15-ci əsrin ikinci yarısında mövcud olub. Niyə? Çünki Baharlı dövləti zaten Bayandurlu dövləti süquta uğradıb, yaranıb, belə deyək. Yəni bir 15-ci əsrin ikinci yarısında süqut edib, biri yaranıb. Ona görə də hər ikisi mövcud olub demək olar. Səfəvlərə qarşı mübarizə aparmaq, hər ikisi Səfəvlərə qarşı mübarizə aparıb. Bunu da bilirik. Yəni Səfəvlərə 15-ci əsrdə Səfəvlərə qarşı 3 dövlətimizdə mübarizə aparıb. Baharlı da, Bayandurlu da, Şirvanşahlardır. Şirvanşahlar dövlətinə qarşı uzun müddət mübarizə aparmaları deməli Şirvanşahlar dövlətinə qarşı bu səhvdir. Niyə səhvdir? Bunu da izah edeyim. Çünki Baharlı dövləti aparsa da Bayandurlu dövləti Şirvanşahlarla bilirik ki, dost və müttəfiq olub. Olmaz. Dördüncü cavab Azərbaycan torpaqlarını birləşdirmək. Əminik ki, Bayandurlu dövləti bunu eləməyib. Baharlı dövləti biraz mübahisəlidir bu haqda. Bu məsələdə amma Bayandurluda qətiyyətlə bilirik ki, Azərbaycanı birləşdirməyib. Ona görə 4 də olmaz. Qalibətli müharibə nəticəsində yaramaq, bəli. Bu da doğru cavabdır. Biz Qara Yusif və Uzun Həsənə baxırıq ki, hər ikisi bir sıra döyüşlərdə qələbə qazanaraq nəticədə Təbrizə daxil olub, yeni bir dövlət yaradırlar. Ona görə də bu ifadə hər ikisinə aiddir. Doğru cavab olur 1, 2 və 5. 23-cü sualda isə deməli xronoloji ardıcılı müəyyən edin deyir. Deməli Çaldıran döyüşü baş verib 1514. Səfəvilər Gülüstan qalasını ilk dəfə mühasirə alıb. Biz bilirik ki, onda hələ dövlət yaratmamışdı İsmail və ondan sonra İsmail qızılbaşlarla bir yerdə Ağqoylar üzərinə gedir və Təbrizi tutur və yeni bir dövlət yaradır. Dolayısıyla biz birinci 2-ni götürməliyik, sonra 3-ü götürməliyik və 1-i götürməliyik. Doğru cavab 2, 3, 1 olur. Və nəhayət 24-cü suala gəlirik. 24-cü sualda deyir ki, Səfəvilər dövlətinə aid olanları müəyyən edin. Deməli, burada cavablara baxırıq. Şərqdə Osmanlı həmsərhəd olmaq xeyr. Şərqdə yox, qərbdə həmsərhəd olub. Cənubda yaranmaq, bəli, bu doğru cavablardan biridir. Şirvanşahlar hala salmaq, bu da doğru cavabdır. Çünki Azərbaycanı birləşdiriblər. Kürdən şimalda yerləşən torpaqları da dolayısıyla əhatə ediblər. Çünki Şirvanşahlar hala salıblar və süqut uğradıblar. Deməli, Kürdən şimala da sahib olublar. Azərbaycan torpaqlarını ilk dəfə birləşdiriblər. Xeyr, bu yanlışdır. Çünki ilk dəfə Azərbaycanı birləşdirən biz bilirik ki, bu Sacilər dövlətidir. Ona görə də deməli burada doğru cavablar nə olur? 2, 3 və 4. Və nəhayət 28-ci sual. 28-ci sualda biz baxırıq, deməli, Eldənizlər dövlətinin ilk paytaxtı Naxçıvan şəhəri olmuşdu. Biz bunu bilməliyik. Eldənizlərin ilk sultanı isə Qızıl Arslan olmuşdu. Dolayısıyla 1 olur B, 2 də olur Y. Beləliklə, bugünkü dərsimizdə başa çatdı. Növbəti sınaqlarımızda və dərslərimizdə görüşənə qədər sağ olun.